мать, сестра, сын. И самый молодой, 18-летний, шахид наш, азербайджанский, который воевал в Карабахской войне, и своим героизмом умер. И остальные шахиды, которые погибли в Карабахской войне, которые погибли в Украинской войне, от всех именем, во имя Аллаха, вот этот стол я открыла всем шахидам нашим. Шахид это что? Шахиды это ребята, которые погибли на войне, Карабахской и Украинской войне. Они отдали свою жизнь не только для себя и не только для своих родственников родных. Они отдали жизни и для нас тоже. Они ушли туда воевать, защищая Родину, защищая свой народ. Пусть земля им будет пухом. Помним, любим, скорбим. Amin. Aziz dostlarım, qohum və bəbrələrim, bu stolu mən açmışam. Başta anam, atam, bacım, oğlum, 18 yaşlı Astaranın Ercivanlı balası Sadık Şahinoğlu Bağırzadə, Ercivanlı balası Sadık Şahinoğlu Bağırzadə ve bütün şahitlerimizin adından Qarabağ müharibəsində həlak olan şahitlerimiz, Ukrayna müharibəsində həlak olan şahitlerimiz, bütün şahitlerin adından bu stolu açmışım. Allah kabul eləsin bizim bu stolumuzu. Allah onlara rəhmət eləsin, mekanları cennet olsun, ruhları şad olsun. Şəhidlər bircə, onların anaların şəhidlər deyil. Şəhidlər bizim şəhidlərdir. Onlar olmazsa biz yaşamarıq. Onlar öz canlarını veriblər. Vətən üçün, millət üçün. Bizim borcumuzdur. Həmişə onları yada salar. Onlarla fəxr edək. Şəhidlər heç vaxt unudulmaz. Bütün şəhidlərin, anaların qarşısında Agrumlu, Daşayırım, şahid anaları, şahid ataları, bacıları, kardeşleri, balaları, Allah sizlere sabır versin. Şəhidlər bircə sizin şəhidlər deyil, şəhidlər bizim də şəhidlərdir. Şəhidlər ölməz, vətən bölünməz.